Doktor, pasientləri narahat edən bəzi sualları sizə ünvanlayacağam. Bağırsaqdan qan gəlirsə, bu babasildirmi, yoxsa xərçəng? Bağırsaqdan qan gəlirsə, bunun müxtəlif səbəbləri ola bilər. Həm babasil ola bilər, həm bağırsağın xoş xəstəli şişləri, həm bağırsağın bəd xəstəli şişləri. Buna görə mütləq həkimə müraciət edib, onun səbəbini araşdırmaq lazımdır. Qanaxma varsa, dərhal əməliyyata girmək lazımdırmı? Xeyr, qanaxmanın da müxtəlif səbəbləri var. Bu da bağırsağın xroniki xəstəlikləri ola bilər, çat ola bilər, babasil ola bilər, müalicə tələb edən, əməliyyat tələb edən iş ola bilər. Ona görə yenidən həkimə görsənib səbəbini aydınlaşdırmaq lazımdır. Qıl dönməsi irəliləyibsə, evdə müalicə etmək olar? Əsla qıl dönməsi irəliləyibsə, mütləq həkimə müraciət edib cərrahi yolla onu əməliyyat etmək lazımdır. Anal çat sağalmırsa nə edə bilərəm? Anal çat sağalmırsa, demək ki, artıq xroniki vəziyyətə keçib, xroniki vəziyyət varsa, əməliyyat göstərişdir. Qarın ağrısı və qanaxma birlikdədirsə, bu təhlükəlidirmi? Qarın ağrısı və qanaxma birlikdədirsə, bu demək ki, bağırsağın xroniki xəstəliklərinə aiddir ki, bunlara da qeyri-spesifik xoralı kolit, Kron və sair xəstəliklərə aiddir ki, mütləq gastroenteroloqa müraciət edib kolonoskopiya müayinəsindən keçib konservativ müalicə almaq lazımdır.